Ötən gün Elm və Təhsil Naziri Emin Əmrullayevin Milli Məclisdə müəllimlərlə bağlı yeni metoda əsaslanan qərardan bəhs etməsi geniş müzakirələrə səbəb olub. Nazir müəllimlərin daimi iş rejiminə keçiriləcəyindən danışaraq, tam ştatlı müəllim anlayışını Azərbaycan məktəblərinə gətirmə üzərində çalışdıqlarını bildirib. Onun sözlərinə görə bu müəllimlər məhz sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. Daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Qarşılığında isə yüksək əmək haqqının tətbiq ediləcəyi bildirilir. Bəs bu məsələnin təhsil sisteminə təsiri necə olacaq? Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Şərq TV-yə deyib ki, məktəblərdəki vəziyyət sözügedən qərarı reallaşdırmağa imkan vermir. Birinci növbədə biz bu qərarın arxasında dayanan müəyyən məsələlər var da. Praktikadan danışılır. Yəni iş otağı olmalıdır orada. Ən azından bir müəyyən özünə məxsus kompüteri olmalıdır, printeri olmalıdır. Bəs Cahid bəy, məktəblərdəki hazırki vəziyyət imkan verirmi bu şəraitə? Qətiyyən imkan vermir. Baxın, şəhər məktəblərini aşağı-yuxarı bilirik də. Yəni o bir sinifdə nə qədər uşaq olar? Bir sinifdə 35 nəfər, 38 nəfər bu dəqiqə Bakı və Bakı ətrafı qəsəbələrdə uşaq olur, ən azından deyirəm də. İbtidai sinifin özündə elə, yuxarı siniflərdə özündə elə, otaq problemi var, müəllimlərin ayaq üstə qurmağa belə yerləri olmur. Yəni baxın, məsələn, məktəbdən sonra ikinci növbə uşaqlar olur da, müəllim orada qalıb 5-ə qədər, 6-ya qədər o səs-küyün içərisində, o nə bilim, otaq çaşqınmazlıq içərisində nə edə bilər? İnfrastruktur qurulmalıdır. Yəni o təcrübəni biz Avropa təcrübəsi nəzərdə tutulur ki, filan ölkədə filan müəllim ştatdan, amma onun iş şəraitinə baxan yoxdur, axı müəllim orada necə çalışır, necə oturur. Onlar hamısı nəzərə alınmalıdır. Struktur bizdə yoxdur, sıfıra bərabərdir. Digər məsələ, uşaqların cəlb edilməsi məsələsi var ki, biz bilirik ki, faktiki olaraq bu cür uşaqlar inanın ki, 6-7-ci saatda uşaqlar üçün artıq yükdür. Yəni götürmür uşağın beyni onu. Gün ərzində uşağı neçə saat məktəbdə saxlamaq olar. Məsələn, Emin deyir ki, uşaqlarla, zəif uşaqlarla əlavə iş olacaq, uşağın məktəbə cəlb etmə gün ərzində tam düzgün deyil. Asudə vaxt olmalıdır, dərslə müstəqil çalışma uşağın bacarığı olmalıdır. Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi isə belə düşünmür. Onun fikrinə görə bu qərar təhsil sistemində müsbət dəyişikliklərə yol açacaq. Hal-hazırda təhsildə çox ciddi problemlər var, bilirsiniz. O problemlərdən biri də məhz təhsilin repetir asıllığından, yəni kölgə təhsilindən tam olaraq asılı vəziyyətdə qalmasıdır və tədricən belə qərarların alınması da təhsil müəssisələrini bir növ ələ keçirmiş, hansı ki 5 saat, 6 saat dərs deyim, qalan vaxtımı repetir hazırlığına həsr edim. Konkret olaraq adım məktəbdə getsin, mənim pensiya fondunda kapitalım yığılsın prinsipən yanaşan şəxslər ki var, onların prosesdən kənarlaşdırılmasına bir növ hesablanıb. Təbii ki, saat 6-ya qədər müəllim orada qalsa, müəllim üçün müəyyən tətbiqlər lazımdır da. Tutaq ki, qidalanmadır, nahar vasiləsi verilməlidir, qidalanma olmalıdır. İkinci növbədə hər bir müəllim fərdi konteynerlə təmin olunmalıdır və təbii ki, onlar günün ikinci yarısı orada qalacaqlar saat 6-ya qədər və həmin şəxslər müvafiq olaraq növbəti günün planlaması, auditoriyada zəif nəticə göstərən şagirdlərin əlavə məşğəliyə cəlb olunması, eyni zamanda həmin ola bilər ki, məsələn, nadinci uşaqlar olur, dərsin gedişatını pozan uşaqlar olur. Onların həmin şagirdlərin özü eyni zamanda valideynlərlə proqrammatik söhbətin aparılması və s. Yəni, bax, müəllimin işi bundan ibarət olmalıdır. Necə ki, biz başqa ölkələrin təhsil təcrübəsindən danışırıq, Finlandiya, Singapur, nə bilim, Cənubi Koreya, Yaponiya, Amerika və s. Orada necə şey tətbiq olunur. Məsələn, Finlandiyada müəllim dərs bitəndən sonra bu qəbdən olan şagirdlərlə əlavə məşğul olur və yaxud onların valideynlərlə söhbət aparır və s. Təbii ki, biz də bu prinsipi tətbiq etməliyik və biz də onun daha çox istəyirik ki, müəllimin həm nüfuz baxımından bu qərar düşünülür ki, təsirli olacaq, müəllim nüfuzu, müəllim ilinci bərpa olunacaq. Eyni zamanda da əgər yüksək məvacib təqdim olunacaqsa, əmək haqqı yüksək olacaqsa və bu prosesdə artıq biz kişi müəllimlərinin proseslərin həyat təhsilə qayıdışını görəcəyik. Aybəniz Səfərova, Yusif Sultanoğlu, Şərq TV.